Kanalımızın çox hörmətli izləyiciləri, hər birinizi salamlayıram. Bugünkü dərsimizin mövzusu Q samitinin tələffüz qaydalarıdır. Gəlin sizinlə birlikdə baxaq görək Q samiti necə tələffüz edilir. Q samiti 4 formada tələffüz edilir. Birincisi Q'nın Q kimi tələffüzü, yəni yazıldığı kimi tələffüz ediləcək. Heç bir dəyişiklik olmayacaq. İkincisi Q'nın qarşılığı K kimi. Üçüncüsü G kimi. Dördüncüsü isə G-nın qarşılığı X kimi. Gəlin dediklərimizi nümunələr əsasında təsdiqləyək. Q samitinin Q kimi tələffüzü. Qələm yazırıq, qələm də tələffüz edirik. Q samitinin olduğu kimi qaldığı bir məqam da var. Onu K-nı izah eləyəndə indi deyəcəyim. Sonra Q'nın K kimi tələffüzü. Q 3 halda K kimi tələffüz edilir, 3 məqamda. Birinci məqam odur ki, xatırlayırsınız ki, bundan əvvəlki dərslərimizdə də eyni cinsli qoşa samitli sözlərdə danışanda demişdik ki, qoşa Q samiti ilə yazılan sözlər tələffüz edilərkən Q'nın birincisi öz kar qarşılığına çevrilir. Məsələn, yazırıq toqa. Tələffüz eləyəcəyik toqa kimi. Birinci Q, cingiltili samit öz kar qarşılığına çevrildi. Bu bir məqamda Q'nın K kimi tələffüzü. Digər məqamda isə söz ortasında Q samitindən sonra kar samit gələrsə Q K kimi tələffüz ediləcək. Məsələn, yazaq nöqsan. Nöqsan. Tələffüz eləyəcək necə? Nöqsan kimi. Məqsəd yazacağıq, məqsəd kimi tələffüz eləyəcək. Onu da xatırladım ki, əziz uşaqlar, K-nı əgər transkripsiyada yazırıqsa, üstündən, bax bu xəttini, ştrixini qoymuruqsa, o K səsi kimi səslənəcək. Ona görə də o tələffüz qaydası səhv hesab ediləcək. Həmişə təhlillərdə, ümumiyyətlə, sözlərin tələffüz qaydalarında əgər K kimi səslənirsə, transkripsiyada həmişə ora diqqət yetirin ki, bu ştrixi, yəni K olduğunu bilməliyik biz. Əgər qoymuruqsa, o K səsi kimi səslənir. Ona diqqət yetirin. Sonra, əgər Q samitindən sonra, bayaq dedim, Q'nın bir də olduğu kimi qaldığı məqam var. Hansı məqamda? Q samitindən sonra söz ortasında gələn Q'dan sonra, əgər cingiltili samit gələrsə, Q olduğu kimi qalacaq. Məsələn, miqyas sözünə baxaq. Miqyas. Miqyasda Q, sonra gəlibdir Y samiti. Y cingiltili samitdir, bəli. Deməli, Q olduğu kimi qalacaq. Miqyas. Dəyişməyəcək. Bir istisnamız var. Haqlı sözünü yadınızda saxlayın. Haqlı yazılacaq. Özündən sonra cingiltili samit gəlməsinə baxmayaraq Q samitinə keçəcəkdir, çevriləcək. Haqlı. Bu bizim istisna sözümüzdür. Bunu yadınızda saxlayın. Deməli, Q'nın K kimi tələffüzü isə bir məqamda da alınma sözlərin sonunda gələrsə, onda Q kimi tələffüz ediləcək. Məsələn, aşiq sözündə aşiq yazılır, tələffüz edilərkən aşiq tələffüz edilir. Deməli, 3 məqamı yadımızda saxlayırıq. Hansı məqamlardır? Q'nın K kimi tələffüzü, bir eyni cinsli qoşa samitli sözlərdə, əgər eyni cinsli samitlər Q olarsa, birincisi K-ya çevrilir. Əgər söz ortasında gələn samitdən sonra, Q samitindən təbii ki, söhbət gedir, kar samit gələrsə, Q samiti özünün qarşılığına, kar qarşılığına yenə K-ya keçəcək. Cingiltili samit gələrsə olduğu kimi qalacaq. Bir istisnamız haqlı sözüdür. Bir də alınma sözlər var ki, sonu Q ilə bitən alınma sözlər var ki, onlar tələffüz zamanı K səsinə çevrilir. Q'nın K kimi tələffüzündən də bu qədər. İndi gəlirik Q'nın X və G kimi tələffüzünə. Əvvəlcə mən sizə X kimi tələffüzünü deyəcəyəm. Bu şəkildə də yadınızda saxlayın. Birinci söz təklikdə, ayrılıqda yazılanda, əgər Q ilə bitibsə, X-ya çevriləcək. Məsələn,
qonaq sözünə baxaq. Qonaq yazıldı, tələffüz ediləcək necə? Qonaq kimi. Deməli, sözün yanında heç bir söz şəkilçi yoxdur ki, yoxdur. Tək yazılıb, ayrılıqda yazılanda q samiti çevriləcək, x olacaq. Özündən sonra samitlə başlayan şəkilçi gələrsə, yenə q, x kimi tələffüz ediləcək. Məsələn, qonaqlar olarsa, tələffüz eləyəcəyi qonaqlar kimi. Bir də samitlə başlayan söz gələrsə, qonaq gəlir deyiriksə, tələffüz eləyəcəyik qonaq gəlir. Saitlə başlayan söz və şəkilçi gələrsə, q samiti ğ kimi tələffüz ediləcək. Yəni, x-nın qarşılığı ğ kimi. Saitlə başlayan şəkilçidə həm yazılışda, həm tələffüzdə olur. Bilirik ki, orada q-nın ğ əvəzlənməsi olur da. Məsələn, qonağım. Bu həm yazılışdadır, həm də tələffüzdədir. Yazıda da qonağım yazırıq, tələffüz eləyəndə də qonağım tələffüz eləyirik. Yəni, burada q-ğ əvəzlənməsi baş verdi. Saitlə başlayan söz gələrsə isə yenə çevriləcək ğ samitinə tələffüz zamanı mütləq yazırıq. Qonaq otağı tələffüz eləyəcəyik. Q çevriləcək yenə tələffüzdə ğ olacaq. Deməli, bir də baxaq bu qaydamıza. Sonu q ilə bitən sözlər ayrılıqda yazılarsa, tək gələrsə, yanında heç bir şəkilçi olmazsa, q samiti x-ya çevriləcək. Özündən sonra samitlə başlayan şəkilçi gələrsə, q yenə x-ya keçəcək. Özündən sonra samitlə söz gələrsə, yenə q samiti x-ya çevriləcək. Özündən sonra saitlə başlayan söz və şəkilçi gələrsə, q x-ya çevriləcək. Bir şeyi də sizə xatırlatmaq istəyirəm ki, biz bayaq dedik ki, qoşa q ilə yazılan sözlərdə tələffüz zamanı q-nın biri k-ya keçir. Burada biraz diqqətli olmaq lazımdır. Çünki testlərdə bizə belə bir sual verirlər ki, yəni qayda şəklində salır da. Salır ki, qoşa eyni cinsli, qoşa samitli q-lar həmişə biri k-ya çevrilir. Şagirdlər də bu qaydanı bilirlər, deyirlər ki, çevrilir də, 9 yazır, 9 tələffüz eləyirik. Ancaq bir məqamı mütləq yadımızda saxlamalıyıq ki, mürəkkəb sözlərdə, biçik yazılan mürəkkəb sözlərdə belə olmaya bilər. Məsələn, baxın, yazıram balıq qulağı. Balıq qulağı necə yazılır? Biçik yazılan mürəkkəb sözdür da. Bu iki q yanaşı gəldi mi? Eyni cinsli oldu mu? Bəli. Burada isə balıq qulağı yox, balıq qulağı kimi tələffüz eləyəcək. Balıq qulağı. Deməli ki, qoşa q ilə yazılan sözlər həmişə biri k-ya keçməyə də bilər. Bəzi məqamlarda, bax bu cür mürəkkəb sözlərdə, biçik yazılan mürəkkəb sözlərdə q samiti birinci q x-ya keçə bilər. Yəni, bu məqam çox maraqlı məqamdır. Bunu yadda saxlayın. Çünki hər yerdə qarşınıza çıxa bilər. Ələl xüsusda 3-cü qrupa hazırlaşan abituriyentlərimizə tövsiyə olunur ki, bu qaydanı heç yadlarından çıxartmasınlar. Əziz kanalımızın izləyiciləri, bizim dərslərimizi daima izləyin. Hər hansı bir mövzunu danışmağımızı, izah eləməyimizi istəyirsinizsə, hər hansı bir mövzuda əgər çətinlik çəkirsinizsə, qaranlıq qalan məqamlar varsa, bizə yazın. Həmin mövzuların aydın şəkildə izahını sizə video şəklində çəkək. Siz də baxın, izləyin. Eyni zamanda kanalımıza abunə olmağı, bəyənməyi də unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.